Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Yeni Sabah məlumat verir ki, bu haqda Milli Hidrometeorologiya Xidməti məlumat paylaşıb. Xəbərə əsasən, gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz ediləcək. Havanın temperaturu gecə 3 dərəcədən 6, gündüz 8 dərəcədən 10 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80% təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi üstünlük təşkil edəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək, gündüz 9 dərəcədən 12 dərəcəyədək, dağlarda gecə 3 dərəcədən 8 dərəcəyədək şaxta, gündüz 3 dərəcədən 8 dərəcəyədək olacaq. Bugün 19.03-də Azərbaycana qış fəsli daxil olacaq. Bu haqda Bakı Dövlət Universitetinin Fizika Fakültəsi məlumat yayıb. Bununla da şimal yarımkürəsində qış, cənub yarımkürəsində isə yay fəsli başlayacaq. Qeyd edilib ki, bu vaxt yerin fırlanma oxu günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya günəş həmin gün günorta üfüqdən minimum hündürlükdə 26.2 olur. Həmin gün ən qısa gündüz, gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə və ən uzun gecə, gecənin uzunluğu 14 saat 42 dəqiqə 38 saniyə olur. Qış fəslinin uzunluğu 88 gün 23 saat 42 dəqiqə 52 saniyə təşkil edəcək.